Beləliklə, dövlət timləri səsləndi və indi isə komandaların start beşliklərlə tanış olaq. Azərbaycan yığma komandasında bu heyət olacaq. Start beşliyimiz belədir. 1. Emin Kürdov, qapıcı, eyni zamanda kapitan. 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə və 14. Tofiq Mikailov yığma komandamızın baş məşqçisi Yevgeniy Kukseviçdir. Hakimlər briqadası Əli Cəbrayilov, İmran Məhərrəmov, Ramil Namazov o ki qaldı. Danimarka yığma komandasının heyətinə 1 nömrə öz yerlərini alır. Kapitanların iştirakı ilə püşk atılır. Emin Kürdov və Mats Falk və Hakimlər briqadası. Kifayət qədər yaxşı hazırlaşmaq olar. Beləliklə, görüş başladı. Azərbaycan və Danimarka kollektivlərinin qapı istiqamətində zərbə olmayıb. İndi biz hücumdayıq. Yeri oynadı burada Kənan Manafov. Qapıya zərbə indirilir. Zərbə endirilən Oktay Rüstəmli idi. Qapıcının müdaxiləsi var. William Rams. Bizim oyuncumuzdan elə adını çəkdimsə onunla bağlı bir məlumatı verim. Əvəzləndi Kənan Manafov. Ötürmə birbaşa zərbə olacaqmı? Var zərbə, amma zərbədən əvvəl hakim fit verdi. Burada qayda pozuntusu var. Bəli, yığmamızın futbol oyuncusu. Topu meydanın özünə aid hissəsində qapıya zərbə. Əla zərbə idi. İnsaf naminə bunu qeyd edək. Rəqib komanda Rasmus Philipsenlə hesabı açır. Rasmus Philipsenin zərbəsi uzaq 9-luğa ünvanlandı və baxırıq bir daha qapıcının ötürməsindən sonra topu saxlamadan birbaşa qapıya göndərir və Danimarka komandası hesabda 1-0 önə keçir. Time-out götürür, cərmə zərbəsi yerinə yetirəcək. Meydançanın rəqabət hissəsində bu isə Danimarkalıların vurduğu qolun təkrarıdır. Rasmus Philipsen. Vaxtında reaksiya vermək lazımdır. Qapıya zərbə və Emin Kürdov. Dəf edir bu zərbəni qapıcımız. Cərmə zərbəsi yerinə yetirilərkən baxırıq. Yüngül bir zədə alıb Emin Kürdov. Və bitdi. Birinci isə beləcə başa çatır hörmətli tamaşaçılar. Azərbaycan Danimarka futsal yığmalarının beynəlxalq yoldaşı görüşündə ilk arı yekunlaşır və birinci isə Danimarka komandasının 1-0 hesablı üstünlüyü ilə başa çatır. Qısa bir fasilə ayrılaq, ikinci hissədə görüşək. İkinci hissədə topu mərkəzdən oyuna futsalçılarımız daxil edəcəklər. Və başladı ikinci hissə. Yamamıza uğurlar. Falk. Burada da Danimarkalılar bir-birini başa düşmürlər. Fərid Abbasov onun ötürməyə Ülvəliyə. Ülvi zərbə endirir. Rəqib qapçı Christiansen. Christiansen'ə irəli ötürmə. Qapçımız Kəmran Hazır. Christiansen. Və də etibarlıyıq. Hücumana çıxdıq. Təhlükəli hücum. Qapıya zərbə Christiansen. Qola imkan vermir. Amma təəssüf ki, sonluq istədiyimiz kimi olmadı. Falk. Christiansen. Qapıya zərbə. Qapı boşdur. Gol! Hər şeyi necə gördü Nihat İsmailov. Hər şeyi necə dəqiqlik etdi. Qapıcı Christiansen irəlidə idi və hesabı bərabərləşdiririk. Bəlkə də ikinci hissədə, bəlkə də yox, əminliklə deyə bilərik ki, ikinci hissədə etdiklərimizin bir məntiqi nəticəsi də adlandıra bilərik bunu. Baxırıq bir daha.
Nihat İsmailov hesabı beraberleştiren golun müəllifi olur. Christiansen. Ve burada bir anlaşılmazlık. Təəssüf ki, ikinci top qapımızdan keçir. Qapçı irəli çıxmışdı. Və golun müəllifi Kasper Rasmussen'di. Rasmussen, Danimarka yeni nömrəsi ikinci top qapımızdan keçirir. Biz bərabərlik golunu vurmaq üçün daha bir şans əldə etmişik. Qapıya zərbə, qapçı yaxşı oynadı. Emil Əsənzadənin qüvvətli zərbəsini dəf edir qapçı Christiansen. Heç şübhəsiz ki, Danimarkalılar da bunu bilirlər. Az qala isə bərabərləşəcək, amma Christiansen buraxmadı bu topu. Və üçüncü topu buraxaraq bu arada təəssüf ki, Hans Ricken hesabı 3-1 edir. Danimarka yığmasının 11 nömrəli oyuncusu. Üç bir olur. Ama hələ vaxt var. Futsalda 3 dəqiqə 28 saniyə kifayət qədər böyük vaxt sayılır. Tofik Mikhailov, Fərid. Qapıya zərbə. Christiansen yerindədir. Qapı boş idi və Christiansen qapıcı özü fərqlənir. Hesabı 4-1 edir Danimarka yığmasının qapıcısı Niklas Christiansen. Təbii ki, qapıcı oyuncu. Və beləcə görüş başa çatır, hörmətli tamaşaçılar. Azərbaycan və Danimarka yığma komandalarının beynəlxalq yoldaşlıq görüşü, ilk görüşü Danimarkalıların 4-1 hesablı qalibiyyətlə yekunlaşır. Bu bir yoxlama oyunudur, bir qeyd edək. Və təbii ki, bu yoxlama oyununda əsas məqam komandanın çatışmayan zəif tərəflərini üzə çıxarmaqdır və təbii ki, bu istiqamətdə baş məşqimiz Yevgeniy Kukseviçə eyni zamanda yığma komandamızın bütün üzvlərinə uğurlar arzuluyuruq. Yığmamızı növbəti oyunu dəstəkləmək üçün azarkeşləri isə 24 yanvar saat 16-da Bakı İdman Sarayına dəvət edirik ki, Danimarkalılarla ikinci yoxlama görüşündə komandamızı tək qoymasınlar. Və beləcə oyunda vurulan qolların təkrarını izləməklə sizinlə sağollaşır hörmətli tamaşaçılar. Reportajın ərsəyə gəlməsində əməyi olan bütün həmkarlarıma təşəkkürümü bildirirəm. Yenidən görüşmək ümidi ilə salamat qalın.